Leonardo da Vinci. Məşhur rəssam, hətta sənətkar desək daha doğru olar. Çünki o nəinki rəssam, heykəltaraş, memar, alim və mühəndis də olub. Bunların bir çoxumuz oxuyunca təəccüblənəcəyini bilirik. Bəli, çünki hər kəs onu Mona Lisa əsəri müəllifi kimi tanıyıb. Elə isə gəlin bu dahi rəssamı daha yaxından tanış olaq. Leonardo da Vinci heç bir avtoportret saxlamamışdır. Mütəxəssislər düşünür ki, onun ən məşhur əsəri olan Leonardo 1512-1515-ci illərin yaşlı vaxtı çəkilmişdir. Bəziləri isə düşünür ki, bu baş sadəcə olaraq İstili şam yeməyinin adlanan əsərinin içərisində şəxslərin birinin eskizidir. Ancaq bu rəsm haqqında fikirlər 19-cu əsrdə yayılmağa başlamışdı. Leonardo haqqında mühüm tədqiqat aparan Fabrizio Piortolini bu fikirdən olan şəxslərdən idi. Bir gün Leonardo müəllimi Greco xaç suyuna salı İsa adlı rəsmi çəkmək üçün sifariş alır və oradakı mələklərin birini çəkilməsini müəllim ona tapşırır. Bu qeyri-adi hal-hazırda hesab olunmur. Çünki həmin dövrdə heç bir müəllim öz şagirdi ilə birlikdə rəsm əsəri işləməmişdir. Mələklərin çəkilməsindən sonra müəllim Greco öz şagirdi Leonardo işinə baxır və valeh olur. Çünki mələyin özündən masumluq və saflıq olur. Həqiqətən cəzb edir və bundan sonra Greco fırçasını atlanıb bir daha rəsm əsəri çəkmir. Müəllim öz şagirdi qarşısında uduzma haqqında məlumat isə vəzarə olur.